Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda tez bir vaxtda hazırlaya biləcəyiniz mayasız xəmirlə dadlı kətələrin hazırlanmasını sizinlə paylaşıram. Kətələri fərqli şəkildə hazırlayıram. Çox dadlı, fındıqlı içliklə şəkərbura dadında kətələr alınır. İndi keçək kətələrin hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə çay qaşığının 1/3 qədər duz əlavə edəndən sonra yumurta ilə duzu biraz yaxşı qarışdırıram. Qaba 200 ml stəkanla qatıq əlavə edirəm. Qatığın üzərinə çay qaşığının ucunda az soda əlavə edib qarışdırıb sodanı qatıqda söndürürəm. Sodanı sevməyənlər sodanı əlavə etməyə də bilərlər. Amma sodanı əlavə eləyəndə kətənin xəmiri çox kövrək olur. Ertəsi günü də çox yumuşaq, dadlı olur. Qaba 100 ml bitki yağı, 3 xörək qaşığı da şəkər tozu əlavə eləyirəm. 1 paket də şəkərli vanil əlavə eləyəndən sonra bu ərzaqları da biraz qarışdırıram. Un əlavə edirəm. Unun hamısını birdən əlavə eləmirəm. Əvvəlcə bir hissəsini əlavə eləyəndən sonra üzərinə 1 paket 10 qram qabartma tozu əlavə edirəm. Sodanı sevməyənlər elə sodanı 1 paket, yəni 10 qram, bir də yarım paket, ümumilikdə 15 qram qabartma tozu da əlavə eləyə bilər. Əvvəlcə biraz qarışdırıram. Unu hissə əlavə eləyəndə onda xəmir də çox yaxşı alınır. Yenə qalan undan əlavə eləyib xəmir yoğururam. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Xəmiri yoğurandan sonra üzərinə 1 xörək qaşığı qədər 30 qram da yumuşalmış kərə yağını əlavə eləyib kərə yağı ilə bir yerdə xəmiri yoğururam. Yaxşı yoğururam, yağı xəmirə yeridirəm. Belə gördüyünüz kimi ələ yapışmayan hamar bir xəmir alınır. Xəmiri bir 5 dəqiqə gözlədirəm. Bu arada içliyi hazırlayıram. İçlik fındıqlıdır. Qovrulmuş fındıq götürmüşəm 130 qram. Fındığı blenderə əlavə eləyib, blenderdən keçirdib ovuntu halına gətirirəm. İstəyə görə fındığı qozla, badamla da əvəz eləmək olar. Blenderdən keçirdiyim fındığı bir hissəsini ayırmışam. Onu kətələrin yan hissələrini bəzəmək üçün istifadə eləyəcəm. Qalan hissəsinə 3 xörək qaşığı şəkər tozu, yarım çay qaşığı da hil əlavə eləyib qarışdırıb içliyi hazırlayıram. Şəkərbura içliyi kimi içliyi hazırlayıram. Amma istəyə görə hil istəməyənlər hili vanillə də əvəz eləyə bilər. İçliyi də hazırlayıb qoyuram bir kənara, keçirəm kətələri hazırlamağa. Xəmiri xırda parçalar kəsib kündələr də tutmaq olar, amma mən dəzgahın üstünə qoyuram. Əlimlə üstündən bastıraraq genişləndirirəm. Artıq undan istifadə eləmirəm. Xəmir yağlı xəmirdir, ona görə undan istifadə eləmirəm. Elə genişləndirəndən sonra xəmir kəsəndən doğrayıb hissələrə ayırıram. Kəsdiyim xəmir parçalarına götürürəm. Əlimlə yuvarlayıb kündələr hazırlayıram. İri parçalardan kəsib xırda parçaların üstünə qoyuram ki, hamısının ölçüsü eyni olsun. 2-sin 3-ün kündələyəndən sonra heç gözlətmirəm. İlk hazırladığım kündədən keçirəm kətələri hazırlamağa. Kündələrdən birini götürüb kündənin üstündən əlimlə bastıraraq biraz genişləndirirəm. Genişləndirəndən sonra hazırladığım içlikdən bir dolu çay qaşığı, bir də yarım çay qaşığı xəmirin ortasına qoyuram. Videoda göstərdiyim kimi əvvəlcə bir tərəfini əlimlə gətirib sıxıram. Sonra o bir tərəfində bir-birinə yapışdırıb əlimlə sıxıb 3 gün şəkil verirəm. Belə gördüyünüz kimi 3 gün şəklində kətələr hazırlayıram.
Kətələrin hamısını eyni qaydada xəmir parçalarından hazırladığım kündələrdən üstündən basaraq genişləndirib, içlik qoyub, üçgül şəklində büküb hamısını hazırlayıram. Kətə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Mən kətələri biraz iri hazırladım, amma istəyə görə xırda ölçüdə də hazırlamaq olar. Bu ölçü ilə tam 15 ədəd kətə alındı. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlamaq olar. Kətələri hazırlayıb bu şəkildə də üstünə yumurta sarısı çəkib pişirmək olar, amma görünüşün daha fərqli, gözəl görünməsi üçün bir ədəd yumurtanın ağını sarısından ayırmışam. Yumurta ağını çəngəllə biraz qarışdırıram. Onu kətələrin yanı üçün istifadə eləyəcəm, sarısını da üzəri üçün. Sarısını da sonda kətələrin üstünə çəkəcəm. Ayırdığım fındığı da başqa bir qaba töymüşəm. Videoda göstərdiyim kimi əvvəlcə hazırladığım işlikli xəmirlərdən götürüb yan tərəflərini yumurtanın ağına batırıram. Ayırmış olduğum fındığa batırıram. Belə gözəl kətələr hazırlayıram. Hamısını eyni qaydada yumurta ağına batırıram yan hissələrini. Sonra fındığa batırıb kətələri hazırlayıram. Kətələrin bir hissəsini fındıqla bəzədim. Bir hissəsini isə qovrulmuş küncütlə hazırladım. Küncütlə də çox fərqli bir dad verir. Siz öz zövqünüzə görə fındıqla, qozla, evdə əlinizin altında nə varsa onunla istifadə eləyə bilərsiniz. Hazırladığım kətələri yağlı kağız sərdiyim bir-birindən aralı məsafədə formiyə yığıram tutduğu qədər. Ayırmış olduğum yumurta sarısına bir çay qaşığı da süd əlavə eləyəndən sonra qarışdırıb kətələrin üstünə çəkirəm. İstəyə görə orta hissəsinə fındıq ovuntusundan ya da küncütdən əlavə eləmək olar. Mən bəzilərinə fındıq ovuntusundan əlavə elədim. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 25-30 dəqiqə üstü qızarana kimi pişirirəm. Kətələr artıq pişib, sobadan çıxartmışam. Gördüyünüz kimi üstü çox yaxşı qızarıb, çox yaxşı qabarıb. Gözəl kətələr alınıb. Altı da yaxşı qızarıb, üstü də. Çox asan bir üsuldur. Xəmiri bu üsulla yoğurub, istənilən fərqli işliklərlə də bu kətələrdən hazırlamaq olar. Şəkərbura dadında kövrək, ağızda əriyən bir kətələr alınır. Çox dadlı, yumşaq, ertəsi günü də daha çox dadlı olur, öz yumşaqlığını saxlayır. Kəsək görək içərisi necə alınıb. Çay süfrəsinə yaraşan ləzzətli bir şirniyyatdır. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomu izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.